Deməli biz şəhərdən bir oğlan meyidi tapmışıq. Oğlana baxma olar. Onda mən sizə bir şey də deməliyim. Buyurun. Biz meyidi 6 yerə bölünmüş şəkildə şəhərin müxtəlif yerlərindən tapmışıq. Yəni sənəddə belə qeyd olunur ki, Nurlanın cəsədinin üzərində hər hansısa bir iz falan olur. O nədir? Biz deyəndə ki, alnında belə cızıq var idi. V hərfini oxşayan. Bu? Hələ buyur.